Bu filmdə çağırış yuxu vasitəsilə baş verir. Axır vaxtlar qəribə yuxu görürəm. Bəlkə sənin də fikrinə keçir ora getmək. Qüvvələr var idi, cinlər, şeytanlar var idi və bu böyük bir sürpriz idi mənim üçün. Yəni çətinlik idi. Yəni qəhrəmana hər hansı bir çağırış gəlməsə, o adi həyatını yaşamağa davam edəcək və heç bir hekayə başlamayacaq. Məsələn, Sevinc adlı personajın digərləri kimi təbii ifadəsinə nail olmağa nə mane olurdu? Biz Hollywoodun üsullarını istifadə elədik. Sən inanmırsan, bu sənin problemindir. Xeyr. Adicə Günayın özünü bıçaqlama səhnəsi texniki cəhətdən saxtalığı ilə göz çıxardır. Bu elə bir ifadədir ki, burada bizim nəsə deməyimiz tamamilə yersiz olacaq. Və budur, onun bədəninə cin girib. İndi isə tamaşaçı dilemma qarşısında. Ya həqiqətən də Günayın bədəninə cinin girməsi fikri ilə barışacaq, Çoxlu deyəcək sözüm var. bugün bizə rejissor Elvin Abdullahın Nicat Dadaşovun ssenarisi əsasında 2017-ci ildə lentə aldığı Xənnas filmi baxacaq. Əminəm ki, diqqətinizdən yayınmadı. Biz baxacaq yox, bizə baxacaq dedim. Və bunu boş yerə demədim. Görkəmli psixoanalitik Jacques Lacanın böyük özgə anlayışına əsasən, tamaşaçı filmə və ya hər hansı təsvir sənətinə baxarkən, əslində o özü nəzər altındadır. Böyük özgənin nəzəri altında. Müəyyən zaman dilimində tamaşaçının hansı obyektə, hansı perspektivdən baxmalı və hansı mümkün qənaətlərə gəlməli olduğu artıq bir özgə ideologiya tərəfindən təyin olundu. Təbii ki, buna zidd fikirlər də yox deyil. Amma mən böyük özgə anlayışını xüsusi diqqətə layiq hesab elədiyimdən filmləri məhz izlənən yox, izləyən kimi təqdim etmək qərarına gəldim.